Bu gözəlliyin ərəb peçenyası olduğunu bilirdiniz? Sadə ərzaqlarla belə zərif nəticə almaq üçün sizə addım-addım necə hazırladığımı göstərəcəm. Un və otaq temperaturundakı yağı umaç halına gətirdikdən sonra üzərinə vanil və qabartma tozu əlavə edib qarışdıraq. Ardınca xamam, bir yumurta sarısı, şəkər tozu və kakao əlavə edib yumuşaq xəmir yoğuraq. Bəli, mən şəkər tozunu unutmuşdum, amma siz etməyin. Xəmir 10 dəqiqə soyuducuda dincəlir. Biz də bu vaxt islik üçün doğranmış qoz və balı qarışdırırıq. Yaxşı ki, reseptdə bal var idi, yoxsa şəkərsiz şirniyyat hazırlamış olacaqdım. Xəmiri yumru toplara bölüb, yayırıq və istilikdən əlavə edirik. Qıraqlarını belə maqqaş vasitəsilə bəzəyib, üstünə sevdiyiniz çərəzi qoya bilərsiniz. Yaxşı olardı ki, bu qoz olsun. Sonra 180 dərəcə sobada 30 dəqiqə bişməyə yollayırıq. Sonda pudra şəkəri ilə tamamlayırıq və bu qədər. Şəkəri unutduğum halda bal dadı xilas edir və nəticə yenə də möhtəşəm alınır. Həm həyatınızda, həm də reseptlərinizdə az səhv, çox şirinlik arzu edirəm. Video faydalı oldusa, bəyənməyi və abunə olmağı unutmayın. Gələn reseptlərə də hələlik.